hər vaxtınız xeyir olsun. 9 illik mətn testlərimiz davam edir Dövlət İmtahan Mərkəzindən. Onlayn dərslərimizə qoşulmaq üçün 051 544 50 51 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Bugünkü mətnlərimizdən biri təqaüd. Zöhrab diqqətlə dostuna baxırdı. Hələ nurludur gözləri, hələ gümrahdır səsi. Muxtar mədənlərdə işləyəndə də, böyük vəzifələrdə olanda da təşəbbüsdən uzaq olmuş, hər kəsinin təvazökarcasına davranmışdı. O heç vaxt jurnalist dostu Zöhrabın suallarını cavabsız qoymamışdı. Jurnalistlər kütləyə təsir etmək, onları maarifləndirmək gücünə malikdirlər. İndi təqaüdə çıxmış dostunun evinə gələn Zöhrab adəti üzrə sual verməkdən özünü saxlaya bilmədi. Muxtar, qocalığa təslim olub təqaüdə çıxdın. Səncə, yataqdan qalxa bilməyəndə istirahətə çıxarlar, onda daha nə istirahət oldu bu? Muxtar yoxsul ailədə doğulmuş, kasıblığın hər üzünü görmüşdü. Uşaqlıqdan mədənlərdə işləmiş, lakin təhsilini də yarımçıq qoymamış, pillə-pillə irəliləmişdi. Bir zamanlar onun adı bütün ölkədə, dillərdə gəzirdi. Ən çətin sahələrə onu göndərmişlər. O da bütün gücü ilə işləmiş, bir çox yeni təşəbbüslərin müəllifi olmuşdur. Hələ xeyli vaxt işləyə bilərdin, Zöhrab dedi. Yerimizi cavanlar gözləyirlər, Muxtar cavab verdi və bir anlığa düşündü ki, bu fikri nə qədər doğru olsa da işdən getməsi üçün başqa amillərin də rolu olmuşdur. Ay Zöhrab, ay mənim qəzetçi dostum. Beynin də yorulan vaxtı olur. Adamın hər ehyamdan inciyən vaxtda çatır. Nadanlar əlindən baş götürüb qaçmaq istəyi də olur. Muxtar Zöhrabın sustuğunu görüb davam elədi. Bəlkə mən hissiyata qapılıram. Mənim bir direktorum var idi, çox alicənab insan idi. Ürəyə dəyməklə, şəxsiyyətə toxunmaqla insan ləyaqətini alçatmazdı. Onunla işləyəndə adamın ruhu incimirdi. Onu böyütdülər, yerinə başqası gəldi. Gülə-gülə, nöqtə-nöqtə, indi inşallah yəqin ki, bunu davam elətdirəcək mətndə. Dili bir an dinc durmadı. Xoşu gəlməyən getsin. Siz kimsiniz, mənə yol göstərirsiniz. Dostum, dünya görmüş adamsan. Bellərinə nə etmək olar? Zöhrab söhbətin mövzusunu dəyişdi. Evdə darıxmırsan ki, qətiyyən. Yanına gəlib gedən olur, lap əvvəlki kimi. Sağ olsun yoldaşlar, unutmurlar. Bu vaxt qapı açıldı. Otaq şən səslərlə doldu. Uşaqlar özlərini babalarının üstünə atdılar. Bayaqdan Muxtarın üzündə dolaşan həyəcan, yorğunluq əlamətləri bir an içində əriyib getdi. Mətnimizlə tanış olandan sonra ilk sualımız belədir. 311. Mətnə əsasən Muxtar obrazı ilə bağlı doğru fikirləri müəyyən edin. Demək, birincidə yazım. Məsuliyyətli mütəxəssis olmuşdur. Bu cavab doğrudur, gəlib buradan baxırıq. Niyə görə? Çünki bir zamanlar onun adı bütün ölkədə, dillərdə gəzirdi. Ən çətin sahələrdə onu göndərmişlər. Demək ki, o öz işində peşəkar olub ki, insanlar mütəxəssis olub ki, hər göndərmişlər. 2-yə baxırıq. Ədalət hissəsini işdən çıxarıldığına görə işlədiyi müəssisədən incikdir. Bax, burada sualın burasına qədər doğrudur. İşlədiyi müəssisədə incikdir. Bura doğrudur. Amma ədalət hissəsini işdən çıxarıldığına görə bu yanlış fikirdir. Çünki ədalət hissəsini işdən çıxarılmayıb. Bir doğrudur, 2 yanlışdır. Təqaüdə çıxdığı üçün peşmanlıq hissini keçirir. Xeyr, peşmanlıq hissini keçirmir. Bu da yanlış fikirdir, daha doğrusu. Yanlış fikirdir. İnsanlarla münasibətdə nəcib xüsusiyyətlərlə seçilir. Bəli, burada yazıb ki, böyük vəzifələrdə olanda da təşəxxüsdən uzaq olmuş, hər kəslə təvazökarcasına davranmışdı. Demək, insanlarla münasibətdə nəcib xüsusiyyət seçilir. Bəli, bu doğru cavabdır. 4-ü götürürük. Öz bacarığı sayəsində yüksək mövqeyə çata bilmişdir. Bu da doğru cavabdır. Olur 1, 4 və 5. Cavabımız B bəndidir. 312-yə baxırıq. Mətndə nöqtələrin yerinə hansı fikirlər yazılsa, məzmun arzılığı pozulmaz. Bəli, bayaqlar dediyim yerdə. Mətndə nöqtələr haradaydı? Demək, onu böyütdülər, yerinə başqası gəldi. Gülə-gülə, dili bir an dinc durmurdu. Xoşu gəlməyən getsin, siz kimsiniz mənə yol göstərirsiniz tipli sözlərdən istifadə edilir.
Demək ki, bu mətni davam elətdirmək üçün nədir? Kollektivin rəğbətini qazandı. Xeyr, kollektivin rəğbətini qazanmadı. Çünki deyir ki, dili bir an dinc durmurdu. Xoşu gəlməyən getsin. Bu necə kollektiv rəğbəti qazanmaqdır? Bu yanlış fikirdir. Burada belə deyək də, müsbətləri yanlış götürürsən, mənfiləri doğru cavab kimi götürər. Ürəklərə dağ çəkdi, ola bilər, ürəklərə dağ çəkə bilər. Nə qədər adamın çörəyinə bahis oldu, bəli, insanlar küsüb oradan çıxıb gedə bilərdilər. Çox evlər yıxdı, bəli. İçlərin qəlbinə yol tapdı, xeyr, içlərin qəlbinə yol tapa bilmədi. 1 ilə 5 yanlışdır. 2, 3, 4 isə məzmun ardıcıllığının pozulmaz cavabı doğrudur. Burada olacaq cavabımız 2, 3, 4. 2, 3, 4 cavabımız B bəndidir. 313-ə baxırıq. Mətndə çərçivəyə alınmış ifadənin mənasını müəyyən edin. 310. Mətndə çərçivəyə alınmış ifadənin mənasını. Uyğun sözlərin işləndiyi cümlədə. Mətndə çərçivəyə alınmış söz nədir? Mətndə çərçivəyə alınmış söz təşəxxüs sözdür. Təşəxxüs sözünün mənası nədir? Təkəbbürlük hardasa mənasına gəlir. Təbiətindəki lovğalıq, bəli, lovğalıq təşəxxüs deməkdir. Bu acı rişxəndi başa düşmək üçün, rişxənd kinayə mənasındadır. Bu cavab 4, demək 1-1-dir. Hər şeyə yuxarıdan baxan gözlərində təkəbbür vardır, görürsən? Bu da 3. Sadəlik insan təbiətinin ən gözəl cəhətlərdəndir. Sadəlik yəni təvazökarlıqdır. Bu yanlış fikirdir. Etibarsızlıq onun hamıya da düşmən etmişdir. Bu da burada yoxdur cavabımız. Demək cavabımız nədir burada? 1 ilə 3. Mətnə əsasən yanlış fikirlərini müəyyən edin. 314-də. Zöhrab dostunun hələ də işini davam etdirmək gücündə olduğunu düşünürdü. Bəli. Bax burada dedi. Hələ xeyli vaxt işləyə bilərdin Zöhrab dedi. Zöhrab deyir ki, sən hələ işi davam etdirə bilərsən. Bu doğru fikirdir. Muxtarın müxtəlif vəzifələrdə işləməyi onun insani münasibətə təsir etməmişdir. Bəli, doğru cavabdır. Çünki girişçədən görə deyir ki, böyük vəzifələrdə olanda da təşəxxüsdən uzaq olmuş, hər kəslə təvazökarcasına davranmışdır. Demək, həqiqətən bu doğru fikirdir. Muxtarın yoldaşlarla əlaqəsi davam edirdi. Bəli, sonuncu nəticə hissəsinə baxırıq. Deyir ki, Zöhrab söhbətinin mövzusunu dəyişdi. Evdə darıxmırsan ki, qətiyyən. Yanına gəlib gedən olur, lap əvvəl. Sağ olsun yoldaşlar unutmurlar. Demək, həqiqətən yoldaşların əlaqəsi varmış. Zöhrab və Muxtar eyni redaksiyada işləyir. Bax, cavabımız burada yanlış olacaq. Çünki Zöhrab redaksiya qəzetçilik ilə məşğuldur. Amma Muxtar isə mədəndə işlərdi. Mədən işi ilə məşğuldur. Demək ki, bu yanlışdır. Cavabımız D bəndidir. Muxtarın işdən çıxmasının səbəbi təkcə qocalığa təslim olması deyil. Bu da doğru cavabdır. Çünki deyir ki, bəzən adamın inciyib düşən vaxtları da olur. Nadan əlindən bezdiyi vaxtları da olur. O cavabı da götürərik. 315-də nə deyir? Deyir ki, mətnə əsasən hansı fikirlər verilmiş problemlərdən heç birinin həlli yolu sayıla bilməz. Baxın uşaqlar, burada 2 dənə problem qoyulub. 1 və 2. Deyir, həlli yolu sayılanmaz. Aşağıda da cavablar 1, 2, 3, 4, 5. Təqaüdə çıxmış adamın tənha qalmağı, bir də maddi çətinliklər. Bəd əməllərin mətbuat vasitəsilə ifşa edilməsi. Nə təqaüdə çıxmış adamın tənha qalmağının problemini həll eləməz, ya da maddi çətinliklərini həll eləməz. Həlli yolu sayıla bilməz. Elə biri budur. Bunu götürəcəyim. Nəvələrin ziyarəti. Bəli, təqaüdə çıxmış adamın tənha qalmağın neyniyər? Problemin həll edə bilər. Amma deyir, sayıla bilməz. Heç birini həll edir. Bu sayıla bilər. Dostların dəstəyi. Bəli, dostların dəstəyi adamın tənha qalmağın problemin həll edə bilər. Uşaq yaşlardan mədənlər çalışmır. Uşaq yaşlardan mədənlər çalışmır, maddi çətinlikləri həll edə bilər. Sonra, ədalətsizliklə mübarizə aparma. Nə təqaüdə çıxmış adamın tənha qalmağı, nə də maddi çətinlik problemini həll eləməz. Cavabımız 1-ə 5-dir. Mətndə altından xətt çəkilmiş sözün kontekstə görə şərhini uyğundur. Mətndə altından xətt çəkilmiş sözümüz hansıdır? Onu böyütdülər, yerinə başqası gəldi. Böyütmək burada işitmək mənasında deyil. Tərbiyə etmək mənasında deyil. Yəni, karyerada yüksəltmək. Ərazisi geniş olan müəssisədə işləməyə getmək yanlışdır. İşdən azad edib başqa müəssisəyə göndərmək yanlışdır. Bir neçə pillə yuxarı vəzifəyə təyin etmək. Bəli, 3-lə olacaq cavabımız 6. 3-6 hardadır? Cavabımız efəndə. 317-ci suala baxırıq. Mətndə hansı suala cavab tapmaq mümkündür? İşlədiyi idarədə Muxtarın yerinə kimi təyin etmişdilər? Biz bunun cavabını bilmirik.
Muxtar işi ilə bağlı hansı ideyalar müəllif edir? Bunu da bilmirik. Muxtarın inciklik səbəbi nə idi? Bax, bunu bilə bilərik. Gəlin baxaq, zəhmət olmasa. Hə. Əvvəlki direkt var, dili bir an dinc durmadı, xoşu gəlməyən getsin dedi. Bəzən bax deyir ki, ay Zöhrəb, ay mənim qəzetçi dostum, beynin də yorulan vaxtı olur. Adamın hər ehtiyamdan inciyən vaxtda çatır. Nadan əlindən baş götürüb qaçmaq istəyi də olur. Demək, incilliyin səbəbi nə idi? Nadanlardan, insanların əlindən bezmişdi. Ona görə də cavabımız C bəndidir. Məsələn, deyə baxaq, Muxtar niyə ailəsi ilə bircə yaşamırdı? Son da səbəbini biz son cavabını bilmirik. Zöhrabla Muxtar necə tanış olmuşlar? O vaxtda da danışılmır mətnimizdə. Cavabımız nədir? C bəndi. 318-ə baxırıq. Mətnin birinci abzasında hansı sözlə başlayan cümlə mətnin məzmununa uyğun deyil? Mətnin birinci abzasına qayıdırıq uşaqlar. Oxuyuruq buranı. Zöhrab diqqətlə dostuna baxırdı. Hələ nurludur, gözləri hələ gümrahdır səsi. Hələ gümrahdır səsi. Muxtar mədənlərdə işləyəndə də, böyük vəzifələrdə olanda da təşəxxüsdən uzaq olmuş, hər kəslə təvazökarcasına davranmış. O heç vaxt jurnalist dostu Zöhrabın suallarını cavabsız qoymamışdı. Bax, burada jurnalist sözünə başlayan cümlədə uyğunsuzluq var. Niyə ki, deyək, jurnalistlər kütləyə təsir etmək, onları maarifləndirmək gücünə malik. Bu özü-özlüyündə doğru cümlədir, amma bu mətnin məzmununa uyğun deyil. Çünki burada jurnalistlər haqqında məlumat vermir. Sadəcə jurnalist dostu haqqında danışır. Zöhrab adət üzrə sual verməkdən çəkinir. Demək, burada nədir? Jurnalistlər sözünə olan mətndə səhvdir. 319-a baxırıq. Mətndə əvvəlində işarə qoyularaq fərqləndirilmiş hansı hissədə insanların xarakterləri əsasında kəskin ziddiyyət ifadə mətndə əvvəlində işarə qoyularaq fərqləndirilmiş hansı hissədə insanların xarakterləri arasında kəskin ziddiyyət ifadə fikrinizi əsaslandırın. İndi mətndə işarə qoyulmuş yerlərə baxırıq burada. Bax, işarələr görürsən, bax bu işarələrə baxın. Pidus işarəsi var, kvadrat işarəsi var, bu işarə var, üçbucaq işarəsi vardı. Bax, deyir, 319-cu sual nə idi? Hə. Mətndə əvvəlində işarə qoyularaq fərqləndirilmiş hansı hissədə insanların xarakterisində kəskin ziddiyyət ifadə olunur. Hə. Baxın, deyir, bax burada ümumiyyətlə bax kvadrat işarəsi var. Mən Muxtar yoxsul ailədə doğulmuşdu, kasıblığın hər üzünü görmüşdü. Muxtarın həyat haqqında danışır. Yəni orada xarakter məsələsi deyil. Bəlkə mən hissiyyata qapılıram. Mənim bir direktorum vardı, çox alicənab insan idi. Ürəyə dəyməklə, şəxsiyyətə toxunmaqla insan ləyaqətini alçatmazdı. Onunla işləyən adamın ruhu incimirdi. Düz. Bu müsbət mənadadır. İndi bax, birində mənfi mənada yazır. Gülə-gülə dili bir an dinc durmurdu. Xoşu gəlməyən getsin. Siz kimsiniz, mənə yol göstərirsiniz? Bax, görürsən, burada isə mənfi xüsusiyyəti olan insanlardan danışır. Burada müsbət xüsusiyyəti olan insanlardan, burada isə mənfi xüsusiyyəti olan insanlardan danışır. Arasında ziddiyyət təşkil edir. Hansı işarədə idi? Plus işarəsində. Necə əsaslandırmalıyıqmı? Bəli, əsaslandırmalıyıq. Plus işarəsini qoyuruq. Belə, məsələn, bax. Testdə belə düşür uşaqlar. Bax, bunu əsaslandırmağı heç vaxt yadınızdan çıxarmayın. Plus işarəsini qoyursan, sonra aşağıdan yazırsan, əsaslandırma. İndi əsaslandırma nə yaza bilərsən orada tutaq ki? Yəni həmin hissədə iki insan qarşılaşdırır və yaxud belə. Əvvəlki direktor alicənab insan, ləyaqətini alçatmayan biri olduğu halda, onun yerinə gələn direktor isə egoist, acı dilli, təşəxxüslü idi və sair məzmunlu fikirlər yazmaq olar. Yazırsan, buranı davam etdirirsən, o sənin doğru cavabın və qiyməti alırsan. Bildiniz? 320-ci suala baxırıq. Mətndə üzərində rəqəm yazılmış sözlər əsasında cədvəli doldurun. Yazıb, bax, həqiqi mənadadır, məcazi mənadadır, mətndəkindən fərqli mənada. Məcazidirsə həqiqi işləndiyi cümlə. Bax, demək ki, mətndən seçəcəyik. Əgər həqiqidirsə, gəlib həqiqinin altından qoyuruq, burada məcazisini yazırıq. Əgər məcazidirsə, burada məcazi yoxdur, burada həqiqisini yazacaq. Yəni, şərtimiz odur. Gedək, baxaq. Üzərində rəqəm yazılmış. Baxın, Muxtar qocalığa təslim olub təqaüdə çıxdı. Burada təslim olmaq, yəni qocalığa təslim olmaq nədir? Evdə oturmusan, heç bir iş görmürsən, o təslim olmaqdır. Yəni burada təslim olmaq nədir? Məcazi mənada işlənib, gəlirik bura. Təslim olmaq məcazi mənadadır. Buradan bir dənə məcazi mənanı vururuq. Burada isə bizə nə deyir? Deyir mətndəkindən fərqli məna.
Mətndə məcazi mənada işlənibsə, demək burada həqiqi mənada yazmalıyıq. Məsələn, deyirsən ki, o polislərə təslim oldu. O polislərə təslim oldu. Həqiqi mənada. Keçirik. İkinciyə baxırıq. Yəni, yerləşmədiyinə görə qısa-qısa yazıram uşaqlar orada. Muxtar yoxsul ailədə doğulmuşdu. Burada yoxsul sözü həqiqi mənada işlənibdir. Gəlirik bura. Həqiqi məna buradan vurduq. Demək, bizdə məcazi mənada fikri yazmalıyıq buradan. Yazma. Onun yoxsul fikirləri var idi. Onun yoxsul fikirləri var idi. Həmin cümləni yazırıq. İndi mətndə orada cavablarda daha rahat yer olacaq. Burada az veriblər. Demək, həqiqi mənada oldu. Burada isə demək, həqiqi mənadadır. Məcazi. Burada yazıb belə həqiqi yazaq. Həqiqisini yazırıq. Buradan isə yazırıq. Həqiqi isə məcazini yazırıq. Məcazi. İndi üçüncü cümləyə baxırıq. Üçüncü sözə daha doğrusu. Üçüncü söz haradadır burada? 2-dən sonra gəlməlidir. Üçüncü sözümüz. Ləyərdi. Gəl sözü tap. Dedi. Son işə sağ olsunlar. Vaxt qapı açıldı. Hə, sonuncu cümlədəymiş. Nəticə hissəsi görürsünüz. Demək, Muxtarın üzündə dolaşan həyəcan, yorğunluq əlamətləri bir an içində əriyib getdi. Burada əriyib getmək məcazi mənada işlənibdir. Məcazi mənada işlənibdir. Biz burada isə demək, həqiqisini yazacağıq. Həqiqi nədir? İndi hal-hazırda məsələn bizim kəndimizdə qar var. Məsələn deyirsən ki, həyətimizdə qar əriyib getdi. Bu isə həqiqi mənadadır. Əriyib getmək. Sağ olun uşaqlar, təşəkkür edirəm. Əlavə sualınız olarsa, rəylərdə yazmağı unutmayın. Çox sağ olun.